Salam dəyərli dostlarım. Bugün sizə fərqli bir bağçanın mənə videosunu göndəribdilər. Onu səsləndirmə eləyəcəm. Çox gözəl bir həyətdir, bağçadır. Bunu becərənlər var olsun. Çox gözəl, xoşum gələn, səliqəli bir bağçalardan biridir. Müxtəlif çiçəkləri var, rəng-rəng gözəl gülləri var. Çox xoşum gəldi bu güldən. Qapının daha da gözəlləşməyinə, elə bir rəng-rəng olmağa vəsilə olubdur. Belə gözəl həyətlər bir kənardan həyət boyunca əkiblər. Bunu bir bacımın qonşusudur. Məni izləyir, izləmir bilmirəm. Belə videosunu çəkdirib ki, ümumi atacam, YouTube'a qoysun. Mən də sevə-sevə qoyuram YouTube'a. Bu gözəl həyəti qoymamaq mümkün deyil. Belə petuniyalardır, güllərdir, kasımpatılardır, yapon çiçəyidir. Belə rəng-rəng hər çiçəklərdən var. Əgər sizlərdən də hər hansı biriniz həyətinizi, gözəl çiçəklərinizi nümayiş etdirmək istəyirsinizsə, sevə-sevə mənim Instagram kanalıma, TikTok səhifəmə həyətinizin şəklini, videosunu çəkib, asta-asta çəkib göndərə bilərsiniz. Mən də sevə-sevə kanalımda paylaşaram. Ən çox sevdiyim bu ağac oldu. Bir kənarda çox gözəl, özünə məxsus bir xoş bir təsir bağışladı mənim üçün. Digər bitkilər də həmçinin belə gözəlliyin göstərir xanım bizə. Yerdəki güllər də çox gözəldir. Hələ açacaq olanlar da var. Hər cür çalışdığı qədər güllər əkibdir. Hər zaman qapımız, həyətimiz biz istəyənlərlə birgə belə güllü, çiçəkli olsun. Kanalıma abunə olun, like edin əziz dostlarım. İnşallah ki, yeni videolarda sizinlə görüşərik. Hələlik dostlarım, Allah'a əmanət olun.